Bismillahirrahmanirrahim. İmam Əli Aleyhisselamın həyatı 12-ci hissə. Xəlifəlik dövrü. 3-cü xəlifə Osman ibn Əffanın ölümündən sonra İslam cəmiyyətində böyük qarışıqlıq və narazılıq hökm sürürdü. Cəmiyyətin müxtəlif təbəqələri arasında ədalətsizlik və sosial bərabərsizlik dərinləşmişdi. Bu vəziyyətdə müsəlmanlar İmam Əli Aleyhisselamın yanına gəlib ondan rəhbərliyi qəbul etməsini istədilər. İmam Əli Aleyhisselam əvvəlcə xilafəti qəbul etmək istəmədi. O buyurdu ki, əgər cəmaatın mənafeyinə xidmət edə biləcəksə, köməkçi olmağa razıdır. Lakin cəmaatın israrlı tələbindən sonra Hicri 35-ci ildə xilafəti qəbul etdi. Onun xilafəti Mədinə şəhərində başladı. Lakin sonradan dövlətin paytaxtı Küfə şəhərinə köçürüldü. İmam Əli Aleyhisselam xilafətə gələndə İslam ümməti içərisində ədalətsizlik, varlıların imtiyazı və hakim təbəqənin haqsız üstünlüyü artıq genişlənmişdi. O ilk gündən bu bərabərsizliyə son qoymaq və Beytülmalı, yəni dövlət xəzinəsini ədalət əsasında bölmək qərarına gəldi. İmam buyurdu ki, müsəlmanlar Allah qarşısında bərabərdirlər və heç kimin irqinə, qəbiləsinə, var-dövlətinə görə üstünlüyü yoxdur. Bu islahat bəzi nüfuzlu şəxslərin, xüsusilə Təlhə, Zübeyir və Muaviyyənin maraqlarına toxundu. Onlar əvvəlcə imama bəyyət etmişdilər, lakin daha sonra hakimiyyətdəki imtiyazlarını itirdikləri üçün narazı qaldılar və İmam Əli Aleyhisselama qarşı çıxdılar. İmam Əli Aleyhisselamın xilafətinin ilk böyük sınağı Cəməl hadisəsi idi. Təlhə və Zübeyir Ayşə ilə birləşərək Bəsrəyə getdilər və orada qiyam qaldırdılar. İmam Əli Aleyhisselam bu qarşıdurmanı sülh yolu ilə həll etməyə çalışdı. Məktublar yazdı, danışıqlar apardı, lakin qarşı tərəf döyüşə başladı. Bəsrə yaxınlığında baş vermiş Cəməl döyüşü İmam Əli Aleyhisselamın qələbəsi ilə nəticələndi. Qiyam yatırıldı, Ayşə hörmətlə Mədinəyə qaytarıldı. Bu hadisə İslam tarixində ilk böyük daxili müharibə kimi tanındı. Cəməl hadisəsindən sonra İmam Əli Aleyhisselam siyasi və hərbi baxımdan daha əlverişli mərkəz olan Küfəni paytaxt etdi. O burada ədalət və haqq əsasında idarə etmə sistemini qurdu. Valiləri və məmurları təqva və dürüstlük prinsipi ilə seçdi. Lakin Şam bölgəsində Muaviyyə ibn Əbu Sufyan imamın xilafətini tanımadı. O, Osmanın qətlini bəhanə gətirərək İmam Əli Aleyhisselama qarşı çıxdı və əslində öz hakimiyyətini möhkəmləndirməyə çalışdı. Bu səbəbdən Hicri 37-ci ildə Siffin döyüşü baş verdi. Siffin döyüşü uzun sürdü və hər iki tərəfdən minlərlə insan həlak oldu. İmam Əli Aleyhisselamın ordusu qələbəyə yaxın idi ki, Muaviyyə tərəfi Quran nüsxələrini nizələrə qaldıraraq Allahın kitabı ilə hökm verək çağırışı etdi. Bu hilə nəticəsində imamın ordusunda qarışıqlıq yarandı və döyüş dayandırıldı. Bundan sonra hər iki tərəf məsələni həll etmək üçün hakimlər təyin etdi. İmam Əli Aleyhisselamın nümayəndəsi Əbu Musa Əşəri, Muaviyyənin nümayəndəsi isə Əmr ibn As idi. Lakin Əmr ibn Az hilə işlədərək Muaviyyəni xəlifə kimi elan etdi. Bu hadisə ədalət prinsiplərinə zidd idi və İmam Əli Aleyhisselam bu qərarı tanımadı. Bu hadisədən sonra imamın ordusundakı bəzi şəxslər ondan uzaqlaşdılar və özlərini xəvaric adlandırdılar. Onlar həm Muaviyyəyə, həm də İmam Əli Aleyhisselama qarşı idilər və hökm yalnız Allaha məxsusdur şüarı altında çıxış edirdilər. İmam Əli Aleyhisselam onlarla danışıqlar apardı. Çoxunu peşman edib geri qaytardı, lakin bir qrup inatkarlıq göstərdi. Nəticədə Hicri 38-ci ildə Nəhravan döyüşü baş verdi və qiyam yatırıldı. İmam Əli Aleyhisselamın həyatı boyu əsas məqsədi İslam ümmətində haqqı bərpa etmək, ədaləti qorumaq və dinin mahiyyətini saxlamaq idi. O buyururdu ki, hakimiyyətin dəyəri yalnız haqqın həyata keçirilməsindədir. İmam Əli Aleyhisselam xilafətinin son illərində də Muaviyyənin siyasi hilələri ilə mübarizə aparırdı. Lakin daxili çəkişmələr və xəvaric hərəkatının təsiri cəmiyyətdə sabitliyə mane olurdu. Hicri 40-cı ilin Ramazan ayının 19-unda İmam Əli Aleyhisselam Küfə məscidində sülh namazı zamanı xəvaric üzvü olan İbn Mülcəm tərəfindən zəhərli qılıncla vuruldu. 2 gün sonra Ramazan ayının 21-də 63 yaşında şəhid oldu. O vəsiyyətinə əsasən Nəcəf şəhərində dəfn edildi. İmam Əli Aleyhisselamın xəlifəlik dövrü 5 il davam etdi.
Bu qısa müddətdə o İslamda ədalət, bərabərlik və ilahi rəhbərliyinin mahiyyətini nümayiş etdirdi. Onun siyasəti və kəlamları sonrakı nəsillər üçün ədalətli idarə etmənin, iman və təqva üzərində qurulan rəhbərliyin nümunəsinə çevrildi.